Prezident İlham Əliyevin gəlini Alyona Əliyeva Bakı şəhərinin Nizami rayonunda yerləşən autizm mərkəzini ziyarət edib. Ziyarət zamanı mərkəzdə autizm spektr pozuntusu olan uşaqları üçün yaradılan şərait, reabilitasiya və inkişaf proqramları ilə tanış olub. Alyona Əliyevaya mərkəzin fəaliyyəti və mütəxəssislərin işi barədə məlumat verilib. Görüşdə autizmli uşaqların sosial adaptasiyası və cəmiyyətə inteqrasiyasının vacibliyi vurğulanıb.